Tərtibi quslun keyfiyyəti. Tərtibi qusulda niyyət edəndən sonra başı və boynu bütövlüklə yumaq lazımdır. Sonra sağ tərəfi, sonra isə sol tərəfi yuyuruq. Niyyət. Başı və boynu yumaq, sağ tərəfi yumaq, sol tərəfi yumaq. Sonra isə bədənin sol tərəfini sağ tərəfi kimi bütövlükdə yuyuruq. Baş və boyunla və həmçinin bədənin sağ və sol tərəflərinin arasında tərtibə riayət etmək lazımdır. Məsələni bilərəkdən ya məsələni bilməməkdən və ya unutqanlıq özündən bu tərtibə riayət olunmazsa, qüsl batildir. Bədənin hər üç istiqamətdə kamil yuyulduğuna yəqin etməkdən ötəri, yuyulmamağına şübhə etdiyimiz yerləri bir də yuyuruq. Bədəni əl ilə yumaq lazım deyil. Bəlkə qüsl niyyəti ilə su bədənin bütün üzvlərinə çatarsa kifayətdir. Suyu bədənin bütün üzvlərinə birbaşa hamamın duşu vasitəsilə çatdırmaq olar. Qusulda niyyət etmək bu mənadadır ki, insan hansı qüslu əmələ gətirdiyini bilməli və onu yalnız Allahın fərmanına itaət etmək üçün yerinə yetirməlidir. Niyyəti dildə demək lazım deyil. Ha belə hər qüsulda lazım deyil. Bəlkə cənabət qüslu ya meyitə əl vurmaq vasitəsilə vacib olub və məsələn cümə qüslu kimi müstəhəbb bir qüsul. Bunların hamısının niyyətinə bir qüsl etmək olar. Niyyətdən sonraki mərhələ baş və boynu yumaqdır. Burada dəstəmazda başa məs etməyin əksinə suyu çatdırmaq və onu yumaq lazımdır. Həmçinin yağlı maneələr gərək aradan aparılsın. Amma bu məsələ xınaya aid deyil. Xınada təkcə rəng var və yağlılıq yoxdur. Əlbəttə, bədən üzvlərindən qulağın və burnun içi kimi görünməyən yerlərini yumaq vacib deyil. Bu hərəkət qulağın yerlərinə suyun çatdırılmasının münasib yoludur ki, su asanlıqla o yerlərə çatsın. Baş və boyun yuyulduqdan sonra bədənin sağ tərəfini, sonra isə sol tərəfini yuyuruq. Yaxşı olar ki, göbək və övrət hər iki tərəflə birlikdə yuyulsun. Qusl etdikdə dəstəmazın bütün şərtlərinə riayət etmək lazımdır. O cümlədən suyun pak və halal olması, kifayət qədər vaxtın olması, qürbət qəsdi ilə, yəni Allaha yaxınlaşma məqsədi ilə. Mərcəy təqlidlərin fətvasına əsasən qusl etdikdə bədənin yuxarıdan aşağı yuyulması lazım deyil. Ha belə bədənin hər üç hissəsinin yuyulduğu zaman bu hissələrin arasında fasilə olarsa eybi yoxdur. Məsələn, bədənin bir tərəfini yuduqdan sonra su kəsilərsə, qalan tərəfini sonra yumaq olar. Qusulda müvalat lazım deyil. Əlbəttə, qusl təkmil olmayana qədər o işlər ki, qusla ehtiyacı var, əmələ gətirmək olmaz. Həmçinin qusl zamanı bədənin pak olması lazımdır. Əlbəttə, bədəndə natəmizlik varsa, qusl edən zaman onu təmizləmək olar.